Charles Darwin və onun davamçıları iddia edirlər ki, yaradılış bir hüceyrədən başladı. Lakin onlar bir şeyi unudurlar ki, hüceyrənin özü özlüyündə böyük bir şəhər mexanizmini ehtiva edir. Kiçik bir canlı olsa da, onun daxilində böyük proseslər gedir və sanki kiçik bir şəhərin daxilində gedən böyük bir mexanizm var, böyük bir proseslər gedir. Və onlar bu iddianı etməklə böyük bir cəhalətə yol veriblər. Lakin o hüceyrəni kim yaratdı? Öz-özünə mi ortaya çıxdı? Təsadüflə mi ortaya çıxdı? Aydındır. Bu da təkamül nəzəriyyəsinin ən böyük ziddiyyətlərindən biridir. Dördüncü ziddiyyət deyirik ki, təkamül nəzəriyyəsi insanın ruhunu, həmçinin əxlaq məsələlərini, mənəviyyatı izah edə bilmir. Tamamilə maddi bir nəzəriyyədir və bu da böyük bir ziddiyyətdir əslində. Beşincisi isə deyirik ki, təkamül nəzəriyyəsi Allahın varlığını və dini inkar eləyə bilməz, təkzib eləyə bilməz. Bu onun səlahiyyəti deyil. Çünki nə üçün sualına cavab verə bilmirlər? Bu elmlər necə sualına cavab verdiyi üçün müəyyən prosesləri bizə izah edə bilər. Amma bu əzəmətdə, bu möhtəşəmlikdə bir kainatın nə üçün yaradılması sualına cavab verə bilmir. Aydındır? Ona görə deyirik ki, təkamül nəzəriyyəsi Allahın varlığını və dini təkzib eləyə bilməz. Bəli, bu 5 aspektdən biz təkamül nəzəriyyəsinin ziddiyyətlərini göstərə bilərik.